Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə Bayandurlu dövləti, yəni Ağqoyunlu dövlətinin izahını verəcəm. Dərslərin izahına keçməmişdən öncə onu da nəzərinizə çatdırım ki, dərslərimizə qeydiyyat davam edir. Dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir. Hər mövzunun YouTube üzərindən izahı əvvəlcədən uşaqlara atılır. Hər bir uşağa fərdi şəkildə yanaşma tətbiq edilərək mövzunun sual-cavabı təşkil olunur. Köhnə dərsin təkrar formadan belə desək özəti keçirilir. Evə verdiyim test tapşırığı yoxlanılır. Uşaqların səhvləri və yaxud da belə deyək də testi yazarkən çətinlik çəkdikləri sualları ayrıca müzakirəsi təşkil olunur. Yəni əlavə məlumatlar almaq üçün 051 463 13 55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək mövzumuzun izahına. Deyirik ki, Ağqoyunlu dövlətini yaradanlar Bayandurlu tayfasından idilər və Van gölünün qərbində 14-cü əsrdə Pəhləvan bəy Bayandurlu Ağqoyunlu tayfa ittifaqını yaradacaq. Qarayolluq Osman bəy də 1394-dən 1434-cü ilə qədər hakimiyyətdə olan müddətdə Ağqoyunlu bəyliyini yaratdı. Yəni Ağqoyunlu feodal hakimliyini yaradacaqdı. Və uşaqlar, Ağqoyunlu feodal hakimliyinin mərkəzi Diyarbəkir idi, dövlətin mərkəzi Təbriz idi. Gəlin xatırlayaq görək, Qaraqoyunlu bəs feodal hakimliyinin mərkəzi hansı şəhər idi uşaqlar? Bəli, Van şəhəri idi. Qaraqoyunlu dövlətinin də mərkəzi Təbriz olacaqdı. Deməli, feodal hakimliyin, Ağqoyunlu feodal hakimliyinin də mərkəzi oldu Diyarbəkir. Və Qarayolluq Osman bəy öz adına pul kəsəcək. Uşaqlar, burada qara sözü sizi testlərdə çaşdırmasın, Ağqoyunlu dövlətinə aiddir. Uşaqlar bəzən Qarayolluq Osman bəy deyir, ay müəllim, niyə yaxşı? Qaraqoyunlarda hamısı qara ilə başladı. Bu Ağqoyunluda Qarayolluq Osman bəy də Ağqoyunlu hakimi, hökmdar oldu. Yəni bu sizi çaşdırmasın. Ağqoyunlu feodal hakimliyinin belə deyək də başçısı olmuşdur. Özdə Ağqoyunlu bəyliyi uşaqlar Osmanlı deməli burada bu cümləni uşaqlar biraz çaşdırır. Bax deyir Ağqoyunlu bəyliyinin nüfuzunun artmasından narahat olan Osmanlı sultanı olan İldırım Bəyazid Qara Osmana qarşı mübarizəyə başlayarkən Osmanlı və Qaraqoyunlu mübarizədə Əmir Teymurla yaxınlaşdı. Bu cümlə uşaqları bir çoxunu çaşdırır. Bax siz çaşmayın uşaqlar. Deməli burada bir şey yadınızda saxlayın ki, Qaraqoyunlularla Osmanlılar ittifaqı olubdu. Ağqoyunlularla Əmir Teymur ittifaqda olub. Yəni Qaraqoyunlu hökmdarı ilə İldırım Bəyazid Ağqoyunlularla Əmir Teymur birlikdə olub güclü belə deyək də mübarizə aparıblar. Əmir Teymur da 1402-ci ildə deməli Ankara döyüşündə Osmanlılara qalib gələndən sonra Ağqoyunlulara bu müsbət təsir göstərəcək, yəni nüfuzu artacaqdır. 1453-cü ildə Həsən bəy Bayandurda qardaşı Cahangir arasında hakimiyyət mübarizəsində qalib gəlir, Ağqoyunlu feodal hakimliyinin başçısı olur. Həsən bəy uca boylu, fiziki cəhətdən güclü olduğuna görə ona Uzun Həsən deyirdilər. Və Həsən bəy o zaman bütün şərqdə və Avropada yeganə diplomat qadın kimi tanınan Sara Xatun anasıydı. Ona yaxından kömək etmişdi. Həsən bəy də Quran kitabını türkçəyə tərcümə etmişdi. Bunu belə deyək də oxşarıb götürə bilərik Qara Yusiflə. Və hazırda da Quranın bir nüsxəsini Məşəd şəhərində İmam Rıza muzeyində saxlanılmışdır. Türk dilinin ədəbiyyatın inkişafına Sara Xatunun böyük dəstəyi olmuşdur və Sara Xatun Anadolunun Harput şəhərində buğday məscidi və Cəmşid hamamı tikdirmişdi ki, günümüzə qədər də gəlib çatmışdı bu bizim. Daha sonra gələk Ağqoyunlu bəyliyin Osmanlı arasında olan mübarizəsindən. Biz Osmanlı ilə mübarizəni uşaqlar Qaraqoyunlu üçün heç vaxt götürməyəcəyik. Testlərdə həmişə diqqətli olun. Qaraqoyunlu dövləti heç vaxt Osmanlı ilə mübarizə aparmayıb. Ancaq Ağqoyunlular həm feodal hakimliyi olaraq, bəylik olaraq, həm də dövlət olaraq Ağqoyunluların Osmanlılarla mübarizəsi var. Həsən bəy vahid və qüdrətli Azərbaycan dövləti yaratmaqda ilk addım Trabzon krallığı ilə yaxınlaşıb onun qızı ilə ailə qurmasıdır. Bu cümləni testlərdə görəcəksiniz. Deməli, Həsən bəyin vahid qüdrətli Azərbaycan dövləti yaratmaqda ilk addımı nə olacaq? Trabzon kralı ilə yaxınlaşıb onun qızı ilə ailə qurmaq idi. Bəs bu Trabzonla yaxınlaşmaq, qohumluq əlaqəsi Ağqoyunlulara hansı üstünlüyü verə bilərdi? Bəli, o Avropa ölkələri ilə birbaşa ticarət əlaqələri yaratma imkanı verirdi və bizə. Və 1453-cü ildə 2-ci Mehmetin Konstantinopolu fəth etməsi ilə uşaqlar nə olacaq? Qara dənizdən Kiçik Asiyadan keçən ticarət yolları Osmanlılarla keçir. Bir də ki, 2-ci Mehmet şərq ilə qərb ölkə arasında ticarət edən tacirlərin üzərinə çox böyük gömrük rüsumu qoyurdu.
Bu amillər Azərbaycanın Avropa ilə ticarət əlaqələrinə ağır zərbə vuracaqdı. Və 1461-ci ildə 2-ci Mehmet Trabzon üzərinə yürüş etməyə başlayacaq. Ağqoyunlu Osmanlı münasibətlərinə bu da daha da pisləşməsinə səbəb olacaqdı. 2-ci Mehmet Trabzona hücum etməkdə məqsədi o idi ki, Avropa ilə ticarət tranzit ticarətini öz nəzarətinə almaq idi. Şərqdən gələn ticarət yollarını nəzarət etmək istəyirdi və Kiçik Asiyadakı xristian mülklərini tamamilə ləğv etmək istəyirdi. Bu üç əsas məqsədi var idi. Və aralarında Ağqoyunlularla Osmanlı arasında 1461-ci ildə Qoylu-Hisar döyüşü baş verəcək. Həsən bəy Osmanlı qoşuna qalib gəlsə də, sülh müqaviləsi bağlamaq üçün anası Sara Xatunu 2-ci Mehmetin düşərgəsinə göndərdi. 2-ci Mehmetin düşərgəsinə Sara Xatun gedəndə Həsən bəy onun qarşısına 2 dənə əsas məqsəd qoymuşdu. Vəzifə qoymuşdu. O deyirdi ki, Osmanlılar Ağqoyunlarla müharibə etmə fikrindən daşındırsın. İkinci məsələ o idi ki, 2-ci Mehmeti Trabzonu fəth etmək fikrindən də daşındırmaq idi. Sara Xatun əslində 1-ci məsələnin öhdəsindən uğuruna gəlir. Amma 2-ci məsələdə 2-ci Mehmeti belə deyək də razı sala bilməyəcəkdi. Və 2-ci Mehmetlə sülh bağlanacaq. Uşaqlar 1461-ci ildə Ağqoyunlarla Osmanlı arasında sülh olubdur. Və 1461-ci ildə 2-ci Mehmet gəlib Trabzonu fəth edəcək. Bununla da Bizans imperiyasının son qalığı olan Trabzon krallığı süqut eləyəcək. Trabzon süqut elədi. Nə vaxt? 1461-ci ildə. Bu zaman Sara Xatun Trabzon imperiyası ilə qohumluq əlaqəsini əsas gətirərək deyəcək ki, mənim gəlinimin də bu Trabzon imperiyasının xəzinəsində pay var. Onun bir hissəsini 2-ci Mehmetdən alacaq və Ağqoyunlu Osmanlı münasibətlərində müvəqqəti sakitlik yaradaraq qayıdacaq. Ağqoyunların öz ölkəmizə qayıdacaq. Burada əslində Trabzonun fəth edilməsinin Ağqoyunlar üçün nəticəsində olacaq. Testlərdə qarşınıza çıxa bilər. Ağqoyunlar öz müttəfiqini itirəcək. Ağqoyunlu tacirləri Qaradənizə birbaşa çıxışını itirdi. Qaradənizə birbaşa çıxış nöqtəmiz idi də, xatırlayırsınızsa bayaq dedik. Ağqoyunlu Avropa ticarət əlaqələrinə ağır zərbə vurulmuş olacaq. Həsən bəyin Bayandurlər dövlətini yaratması necə oldu? Dövlətimiz yarandı. Ağqoyunlu dövləti yarandı. Deyirik ki, Həsən bəy Bayandurlu dövlətini yaratmamışdan öncə 1467-ci ildə Qaraqoyunlarla Muş döyüşünə girişəcək. O vaxtı Qaraqoyunlu dövlətin hökmdarı Cahanşah idi. Diqqətli olun uşaqlar. Muş döyüşündə Qaraqoyunlular dövlət, Ağqoyunlular hələ feodal hakimliyi idi. Dövlət deyildi, Ağqoyunlu dövlət hələ yaranmamışdı. Və 1468-ci ildə isə Qaraqoyunlu Həsənəlini məğlub edəcək. Biz Muş döyüşündə dedik ki, Cahanşah öldürüldü də. 1468-də də Qaraqoyunlu Həsənəli məğlub ediləcək, Təbriz tutulacaq və Bayandurlilər dövləti yaranmış olacaqdı. Paytaxtda Təbriz olacaqdı. Baharlar nəslinin idarəçiliyindən narazı qalan Oğuz boylarının bir qismi də Bayandurların hakimiyyəti altında birləşəcəkdi. Yəni Qaraqoyunlardan narazı olanlar Ağqoyunların hakimiyyəti altında birləşəcəkdi və Kür çayından cənubdan İran körfəzinə qədərki ərazilərdə İraq, Şərqi Anadolu, Diyarbəkirdən Xorasanədək ərazilər, Şərqi Gürcüstan, indiki Ermənistan və İran daxil olmaqla belə deyək də dövləti yaranmış olacaqdı, Ağqoyunlu dövləti. Padşah titulunu qəbul edən, həmçinin sultan adlandırılan Həsən bəy taxta çıxdıqdan sonra Osmanlı sultanı 2-ci Mehmedə məktub yazır. Gör nə deyir? Deyir, indi Azərbaycan, Əcəm İraqı, İran, Kirman, Şiraz, Ərəb İraqı bizim hökmümüz altındadır. Yəni mən artıq Azərbaycan bu ərazilərinin hökmdarıyam deyəcəkdir. Və Həsən padşahın dövləti möhkəmləndirmək üçün tədbirlərini edəcək. Hərbi köçmə tayfaları, yarım köçmə tayfaları, feodal əyanları mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizə aparacaq. Əslində mərkəzləşmiş dövlət yaratmağa cəhd edir, ancaq bacarmır. Nizami ordu yaradır, odlu silah istehsal etməyə təşəbbüs edəcək. Yadınızda saxlayın uşaqlar, nə Ağqoyunlu dövləti, nə Qaraqoyunlu dövləti mərkəzləşmiş dövlət yarada bilməyibdir. Buna imkan verilməyəndə soyurqal sistemi olacaqdır. Həmçinin Ağqoyunlu dövlət olaraq Teymurilərlə mübarizəsi də var idi. 1468-1469-cu illərdə. Teymuri hökmdarı Əbu Səid Ağqoyunlu dövlətini yaranan kimi onunla müharibəyə başlayacaq və Azərbaycana hücum edəcək. Ağqoyunlu Əbu Səid uşaqlar testlərdə Şahruğun adını çəkir. Diqqətli olun, Şahruq deyildi, Əbu Səid idi. Və Ağqoyunlu dövlətin yaratmasıyla barışmaması bunlar arasında müharibəyə səbəb olacaq. Bu vaxtda Ərdəbil hakimi Şeyx Heydər var idi ki, hansı ki Uzun Həsən öz qızını vermişdi Şeyx Heydərə.
və bu işdə də, bu müharibədə də ona Şeyx Heydər köməklik göstərəcəkdir. Və uşaqlar, deyir ki, Muğanda Teymuri Əbu Saidin qüvvələri mühasirəyə alınacaq və Əbu Said burada məğlub olub öldürüləcəkdir. Bir sözlə Ağqoyunlular qalib gələcək. Teymurilərlə olan döyüşdə nə vaxt oldu bu dediyi? 1468-1469-cu illərdə baş vermişdi. Daha sonra gəldiyi uşaqlar, Avropa dövlətləri ilə diplomatik münasibətlərin saxlanılmasına. Bir şey diqqətli yadınızda saxlayın ki, Avropa dövləti ilə diplomatik əlaqələrin saxlanması Ağqoyunlu və Səfəvi üçün oxşar, Qaraqoyunludan isə fərqli cəhət idi. Qaraqoyunlular heç vaxt Avropa dövlətləri ilə diplomatik əlaqə saxlamayıbdı. Bunu Ağqoyunları oxşarlıq Səfəvlərlə götürəcəyik, fərqli isə Qaraqoyunlu ilə götürəcəyik. Qaraqoyunlar əlaqə saxlamayıbdı. Və 1472-ci ildə Ağqoyunlu dövləti Venesiya Osmanlı əleyhinə hərbi ittifaq bağlayacaq. Ağqoyunlu dövləti Venesiya arasında razılaşma olacaqdı ki, Venesiya güya Ağqoyunlu dövlətinə odlu silah mütəxəssislər verməli idi. Buna da inanan Uzun Həsən 20 milli Ağqoyunlu qoşunu ilə Qaraman Bələbəli ərazisindən hücuma başlayacaqdı. Həsən Padşah burada Trabzon torpaqlarını geri almaq öz qarşısına məqsəd qoymuşdu. Ancaq Venesiyalılar söz verəcəklər, verdikləri sözə sadiq qalmırlar, silah filan gətirmirlər və burada da Osmanlı dövləti gizli danışıqlara başlayır və Ağqoyunluları məğlub edəcəkdir. 1472-ci ildə olan döyüşdə. 1407 Teymuri hökmdarı Əbu Said məğlub edəndən sonra Ağqoyunlu dövlətinin əsas rəqibi burada Osmanlı dövləti idi. Və 1472-də Beyşəhir döyüşündə Osmanlılar Ağqoyunlu qoşunu məğlub edir. Bununla da 1461-ci il sülhü pozulmuş olacaqdır. 1473-cü ilin avqustun 1-də Malatya döyüşü olacaq. Burada Həsən Padşah qalib gələcək. Uşaqlar diqqətli olun. Bu Malatya döyüşü Ağqoyunlu və Osmanlı arasında ilk böyük döyüş idi. Və 10 gün sonra 1473-cü il avqustun 11-də Otluqbeli döyüşü olacaq. Burada odlu silahla yaxşı təchiz olunmuş Yeniçərilərin sayəsində deməli Osmanlılar qalib gələcəkdir. Burada Osmanlılar qalib gələcəkdir və gəldi bu döyüşlərin ümumi bir xronologiyasını keçək. Qoyulhisar oldu 1461-də Ağqoyunlular qalib gəldi. Beyşəhir 1472 Osmanlılar qalib gəldi. Malatya 1473 Ağqoyunlu qalib gəldi. Otluqbeli 1473 Osmanlılar qalib gəldi. Və 1470-ci ildə Ərdəbil hakimi olan Şeyx Heydarın əlindən tutacaq. Uzun Həsən onu taxta otuzduracaq. Bir sözlə Səfəvlərlə arası yaxşı olacaqdır. Və Qızıl Ordu Moskva knyazlığı ilə də münasibətləri var idi. Belə ki 1475-ci ildə Moskva knyazı 3-cü İvan Bayandurların elçi heyəti göndərəcək ki, onlarla ticarət əlaqəsi qurulsun. Qızıl Orduya qarşı birgə mübarizə aparsın, ancaq bu baş tutmayacaqdır. Və Uzun Həsən hakimiyyətinin sonuna yaxın Gürcüstana da 1477-də hücum etmişdi. Şərqi Gürcüstanı da öz əlinə tabiliyinə almışdır. Və 1478-ci ildə Uzun Həsən öldükdən sonra hakimiyyətə Yaqub Padşah gələcək. Yaqub Padşahın dövrü daxili sabitliyin qorunub saxlanmasına əsas diqqət yetirmişdi. Bir sözlə sabitlik dövrü idi onun dövrü. Şirvanşahlarla dostluq münasibətini qohumluq münasibətinə çevirəcəkdi, ancaq Səfəvlərlə yaxşı münasibət saxlaya bilməyəcəkdi. Bunu 1488-ci ildə Şahdağ döyüşündə göstərə bilərik. Daha sonra Ağqoyunlu şahzadələr arasında mübarizə dövrü başlayacaq uşaqlar. 1490-cı ildən düz Ağqoyunlu dövləti süquta qədər və Baysunqur hakimiyyətə gələcək 1490-1492-də. 1492-ci ildə Bərdə döyüşü ilə Baysunqur hakimiyyətdən gedəcək, Rüstəm Padşah hakimiyyətə gələcək. Rüstəm Padşah hakimiyyətə gəldikdə onun da Səfəvlərlə münasibəti yaxşı olmayacaq Rüstəm Padşahın və daha çox soyurqal paylamaqla yadda qalacaq. Rüstəm Padşah 1492 Bərdə döyüşü ilə gələcək, 1496-cı il Naxçıvan döyüşü ilə dövlətdən gedəcək və Naxçıvan döyüşü ilə hakimiyyətə gələcək Gödək Əhməd. Gödək Əhməddə daha çox islahatlar keçirməklə, qanunlar qəbul etməklə burada Rüstəm Əhməd Padşahın islahatlar keçirməkdə əsas məqsədi oydu ki, deməli soyurqalı məhdudlaşdırırdı. Soyurqalı daha çox paylayan Rüstəm, məhdudlaşdıran Əhməd idi. O da Əhməd də əsasən Osmanlı idarəçiliyini tətbiq etmək istəyirdi. Və 1500-cü ildə Əbhər sazişi ilə Ağqoyunlu dövləti iki hissəyə bölünəcək. Murad Mirzə ilə Əlvənd Mirzə arasında. Təbii ki, bu bölüşdürmədə dövlətə mənfi təsir göstərəcək. 1501-ci ildə Şərur döyüşü baş verəcək.
1503-cü ildə Almabulağı döyüşü baş verəcək. Bunlar da Səfəvilərlə Ağqoyunlu dövlət arasında olacaq. Hər iki döyüşdə Ağqoyunlu dövləti məğlub olur. Bununla da 1503-cü ildə, yəni 1468-də yaranmış Ağqoyunlu dövləti 1503-cü ildə süqut edir. Dərs izahımız bu qədər. Diqqətiniz üçün təşəkkürlər.